Salam aleykum. Mən bu məsələyə bir daha aydınlıq gətirmək istəyirəm. Bəzi deməli yoldaşlarda bu biraz narahatlıq törədir və hansı hissəsi narahatlıq törədir, mən onu sizə deyim. Burada V bərabərdir 0,2 litr, düzdürmü? Qatlıqdakı 0,1 mol bölü litr, düzdürmü? Maddə miqdarı nə qədərdir? 0,2. Deməli 0,2 litr məhlulda 0,2 mol maddə miqdarıdır, düzdür? İndi deyir ki, nəyə görə bu 50 ml burada götürülüb da, nəyə görə bunu 200-dən çıxması? Həmişə biz belə eləmirdik. Məsəl üçün həcmdən çıxırdıq, nə bilim, deməli maddənin üzərinə gəlirik də. Yəni belə idi də qayda qanun. Deyirəm, bəli, o su idi çıxartdığımız. Su idi əlavə elədiyimiz. Bəli, desəydi 50 ml su çıxart, bu aydın məsələdir. 200-dən çıxacaqdı. Ancaq burada məhlul deyir axı, məhlulun içində həll olan maddə miqdarı da gedir axı. Bu özünlə gedəndə görə nə qədər aparır? 50 ml nə deməkdir? 50-ni bölürəm neçəyə? 1000-ə. Bu eləyir 0 tam, deməli %5 litr. Düzdür? Bu özündən nə qədər maddə miqdarı aparır bilmirəm. Hansı ki 0,2 litrdə maddə miqdarı 0,2 idi. Buradan da 0,5-i vururam 0,2-yə, bölürəm 0,2-yə. Bu da eləyir 0 tam, deməli 1000-5. Yəni həcmi bu qədər tərk eləyəndə, bu qədər. Bayaqlarım 0,2 idi, tərk elədi bu qədər. Düzdürmü? Həcmi tərk eləyir də. Onda 0,2-dən 0,5-i çıxanda qalır həcm artıq, yəni əvvəldir qabın içində də 0,15 qalır burada, litr, düzdürmü? Maddə miqdarını tərk edir. Maddə miqdarı bu qədər idi. Düzdürmü? Onu bu qədər tərk elədi. Nə qədər qaldı? 0,2-dən 0,5-i çıxıram. Eləyir 0,015. Düzdürmü? Vəssam, yenə də bax fikir ver. Maddə miqdarı bu qədər, həcm bu qədər. Yenə dəyişmir. Bax qatlıq. 0,015-i bölgü ilə 0,15-ə. Deməli 0,015 böl 0,15 yenə dəyişmir. Yəni ki, yadda saxlayın, yəni ki, qatlıq dəyişməyəcəkdir. Aydındır. Su çıxartsaydı nə problem, başqa bir problem yoxdur. Yəni hər bir şey ola bilər orada.